İnvestasiya şirkəti sizi salamlayır. 14 oktyabr tarixində Amerika dollarının dönərli valutalara nisbətən məzənələrində dalğalanma yarada biləcək Amerikanın pərakəndə satış həcmi ilə bağlı göstərisi açıqlanacaqdır. Pərakəndə satış həcmi avqust ayı üzrə -0,3% azalması xəbərinin ardından dolların dönərli valutalara nisbətən 25-40 pointlik dəyər etkisi müşahidə edilmişdir. Sentyabr ayında isə pərakəndə satış həcminin 0,6% bahalaşacağı proqnozlaşdırılır. Cümə günü Bakı vaxtı ilə saat 16:30-da yayımlanması gözlənilən göstərici 0,6% və ya üzərində dərc edilərsə, Amerika dollarının dönərli valutalara nisbətən məzənələrində 30-50 pointlik bahalaşma müşahidə edilə bilər. Əks təqdirdə, yəni sentyabr ayında da azalma ilə göstərici dərc edilərsə, dolların dönərli valutalara nisbətən ucuzlaşacağı gözlənilir. İnvestasiya şirkəti ticarətinizdə uğurlar arzulayır.